Hər kəsə maraqlı olan bir sual var. Helicobacter pylori bakteriyası nədir? Helicobacter pylorisi spiral şəkilli mikroaerofilik bir bakteriyadır. Mədənin seyirlik hissəsində yaşayır. Normada mədənin seyirlik hissəsində Helicobacter pylori olmur və sonradan yoluxma nəticəsində yaranır. Və növbəti sual nədir xəstələr tərəfindən verilən? Hansı hallarda Helicobacter pyloriyə yoluxma baş verir? Əsasən yaxşı yuyulmamış meyvə-tərəvəz, çəngəl, bıçaq, qab, qaşıq, bəzən isə təmizlənməmiş cihazlardan keçə bilər endoskopik müayinə zamanı və əsas verdiyi şikayətlər nədir? Xəstələrdə olan qastrit, mədə xoraları, mədə xərçəngi və malt limfoması deyilən mədə probleminin əsas səbəblərindən biridir və xəstələrdə müayinə üsulları nədir? Müayinə üsullarına gəldikdə əsasən ureaz nəfəs testi, qan testindən, bəzən nəcisdə antigenlərin təyin olunması, endoskopik biopsiya və kültür analizindən diaqnoz qoyulur. Müalicəsi sxemlərə uyğun gedilir. Əgər xəstə ilk dəfə müraciət eləyirsə, onda xəstələrə 14 günlük üçlü terapiya deyilən antibiotiklərlə müalicə təyin olunur. Amma hal-hazırda dirənci olan və Avropada dörtlü terapiyalardan istifadə olunur.